Ermənistan yaxın zamanlarda Azərbaycana məhsul ixrac etməyə başlayacaq. Avqustun 13-də jurnalistlər üçün brifinq keçirən Nikol Paşinyan bu haqda danışıb. Baş nazir ixracın nə vaxt başlayacağına və hansı məhsulların ixrac ediləcəyi haqda məlumat verməyib. Paşinyan Azərbaycanla mümkün enerji ticarəti haqda da danışıb. Bildirib ki, yeni şərtləri və gözləntiləri qarşılamaq üçün enerji strategiyalarımızı yenidən nəzərdən keçirməyə məcburuq. Bir gün əvvəl Naxçıvanda dövlət televiziyasına müsahibə verən İlham Əliyev də demişdi ki, gələcəkdə Azərbaycan Ermənistana elektrik enerjisi ixrac edə bilər. Və ümid edirəm ki, Ermənistan tərəfi də bu məsələni uzatmayacaq. Çünki bu birinci onların özlərinə lazım ola bilər. Çünki onların bugün əsas enerji mənbəyi atom elektrik stansiyasıdır. Onun da idarə etməsi onların əlində deyil. Bir. İkincisi, bu stansiya köhnəlib və bütün bölgə üçün təhlükə mənbəyidir.